Salam dostlar, dərslərimiz davam edir. Bugünkü dərsimizdə sırf dizaynlar haqqında məlumatlar öyrənəcəyik və modifiyerdən istifadə edərək dizaynları necə daha gözəlləşdirə bilərik, onlar haqqında qısa bir məlumatlar öyrənəcəyik. Əsas məqsədim odur ki, sizlərin bu dərsi daha diqqətlə qulaq asmağınız və diqqətlə qulaq asdıqdan sonra özünüz də üzərində mütəmadi olaraq bir müddət işləməyiniz. Ondan sonra artıq özünüz də öyrəşəcəksiniz ki, yəni bu dizaynlar, yəni bütün applicationların içərisində məsələn biz hər hansı bir buton yaradanda, tekst yaradanda, image yaradanda bunlar haqqında məlumatlar işləyəcəyik. Və start olaraq mən bütün ekranı bu cür şəkildə təmizlədim və sıfırdan özüm başlayacağım. İlk öncə başlayanda bildiğiniz gibi Composable'dan istifadə edirik. İçərisində yazıram fun, main, screen və içərisində bu cür funksiyamı yaradıram. Və bu funksiyanı ekranda sağ tərəfdə görsənməsi üçün nə edirdik dostlar? Sağ tərəf aşağı hissəsində preview'sunu yaradırdı. Və preview yaradanda içərisində show background'ı verildi və true edildi. Və bundan sonra yenə Composable'ımızı yaradırıq və içərisindəki funksiyanı screen yazaq, sadə və rahat olsun. Və həmin bizim main screenimizi artıq burada çağırır. Dostlar, biz belə bir məsələ var ki, ekranlarda indiki Android stüdyolarda status bar, yuxarıda status bar yəni qeyd olunmur. Yəni bunu biz əllə qeyd eləməliyik ki, yəni orada bizim yazdığımız yazılar tam yuxarı hissədə görsənməsin. Və buna görə də ilk öncə onu gəlin edək. Ondan sonra artıq dərsimizə davam edelim. Məsələn, mən burada ilk öncə belə bir kod yazacağım və sizlər də bunu diqqətlə baxın və özünüz istifadə edin. Yazıram val insert və içərisində qeyd edirəm Windows insert və System Bars. Baxın, mən System Bars'ı Windows'u, yəni buradakı mən bildirirəm ki, Windows içərisindəki System Bar'ı aktivləşdir. Və bunun bir obyektini yaradıram. Yəni həmin bu klası, bu klasdan istifadə edərək obyektini yaradıram və həmin dəyişəni, buradakı dəyişəni obyektdən artıq istifadə edərək həmin bizə lazım olan System Bar'ın aktivasiyasını quracağım indi. Bundan sonra sizə qeyd edirəm Surface və içərisində də main screenimi çağırırım. Main screenini çağırdıqdan sonra artıq mən bu ekranı run eləsəm, baxın burada görsənəcək. Lakin mən burada dizayn etməliyəm ki, ekran görüntüm mən istədiyim kimi olsun. Bunun üçün də biz modifiyerdən istifadə edəcəyik. Modifiyer haqqında indi daha geniş məlumat verəcəm. Modifiyerlər necə istifadə olunur, necədir, əsas məqsədi nədən ibarətdir, onlar haqqında ümumi məlumatlar öyrənəcəyik. Və burada nöqtə işarəsi qeyd edirəm, Filmax size edirəm, yəni bütün ekranı bacardığı qədər məsələn tutsun. Ondan sonra bir dənə də paddingdən istifadə edirəm və padding içərisində də insert'i daxil edirəm. Insert'i daxil etdikdən sonra dostlar, bu məndən baxın paddingin özünü istəyir. Yəni biz nə qədər verməliyik? Onun üçün də as padding values istifadə edirəm. Və artıq bunu istifadə edəndən sonra mən buradakı ekranı işə salanda mənim yazdığım yazılar ekranın aşağısında qeyd olunacaq. Bunun üçün sadə olaraq bir dənə kolum yaradaq və kolum içərisində də tekstimizi yaradaq. Bu bizə lazım deyil. Text yaradaq, yazaq login. Belə bir şey olsun. Baxın dostlar, indi mən proqramı run eləyəcəm. Run etdikdə bizə sağ tərəfdə görəcəksiniz ki, bizim yazdığımız login sözü artıq tam yuxarıda yox, bunlar yəni status barın aşağısında qeyd olundu. Baxın, login artıq burada qeyd olunmur. Mən indi məsələn tutalım ki, buradakını, bu yazdığımı admin eləsəm, yəni silsəm, elementar olaraq gəlin bunu siləyin. Sizlər də həmin eksemplləri görəsiniz. Məsələn, burada main screen yazıram və burada proqramı yenə run edirəm. Baxın dostlar, görün login hansı hissədə çıxdı. Yəni burada artıq status bar aktivdə deyil. Ona görə də standartlar, biz məsələn standartda bu cür şəkildə çağıranda login gəlir və burada çıxır. Mən də istəyirəm ki, status bar aktiv olsun. Ona görə də həmin kodlardan istifadə edirəm. Burada yenidən geri qaytarıram. Mənə lazım olan kodları. Artıq burada aktiv edirəm və run eləyirəm.
loqinimiz biz istənilən yerdə istifadə olunsun. Gördüyünüz kimi, baxın, login aşağıda artıq görsənir. İndi isə gəlin keçək dizayn hissəsinə. Bizim burada biz qeyd etdik ki, teksti, 2 dənə gəlin tekst qeyd edəyək. İçərisində olsun, bir tekstimiz olsun. Bu da olsun password. Baxın dostlar, mən bu tür şəkildə 2 dənə tekst qeyd etdim və artıq buradakı ekranı bağlayaq, sırf Compose-un özünün bizə verdiyi ekranda işləyək. Login və pasportumuz. Və bunlar üzərində mən dizaynlar, yəni işlər aparmaq istəyirəm ki, burada görünən yazılarımız daha səliqəli görsənsin və daha maraqlı olsun ki, məsələn, istifadəçi artıq biz bu cür şəkildə istifadəçiyə hər hansı bir ekran göstərsək, yəni bunu heç bir istifadəçi qəbul etməz. Bu baxımdan da sadə olaraq mən burada qeyd edirəm ki, baxın belə bir kodlar yazacağam. Modifierdən yenə istifadə edirəm və içərisində modifieri çağırıram. Burada nöqtə qeyd eləyək və içərisində, baxın dostlar, qeyd edirəm modifierin öz kodunu və öz kodlarını burada əsas diqqət yetirin. Diqqət yetirdikdə artıq bu sizə daha rahat başa düşəcəksiniz. Fill size edirəm, yəni kolumun özünü böyüdə bildiyim qədər böyüdürəm ilk dəfə. Yəni baxın, bayaqki kimi artıq o ekranda böyüyə bildiyi qədər böyüdü. Burada gəlin bunu biraz həcmini qısaldaq. Bu cür şəkildə artıq siz görürsünüz. Baxın dostlar, mən birincisi kolumun həcmini, yəni burada yığdığım dizayn ekran həcmini maksimum dərəcədə böyütdüm. Və ikinci olaraq da içərisində bunun gəlin rəng təyin edək. Yəni bizim bu kolumumuzun bir rəngi olsun. Background verirəm, eyni digərlərindəki kimi color qeyd edirəm və içərisində color yazaq, belə bir şey olsun. Yellow. Daha maraqlı olsun. Artıq bizim kolumuzun arka fon rəngi oldu sarı rəngdə. Və bundan sonra dostlar, belə deyək, əlavə olaraq biz burada gəlin içərisində işlər görək. Və burada bizə lazım olan, bax, kolumun içərisinə girsək, bizə göstərəcək ki, dostlar, bunun içərisində biz vertical alignment və horizontal alignment verə bilərik. Yəni biz bunlardan istifadə edərək kolumun içərisindəki bizim damlalarımızın olduğu hissəni göstərə bilərik. Və bunlar standart olaraq ilk bunu sizə bildirmişdim. Yəni birincisi, bax, yəni yuxarı hissədə start, yəni başlanğıcda. Yəni default olaraq ilk öncə bunlar verilibdir bizə. Biz bunu istəyirik ki, dəyişək. Və bunu dəyişmək üçün artıq biz burada istifadə edirik ki, məsələn, bunun içərisindəki həmin məlumatları istifadə edəcəyik. Burada yazıram vertical arrangement və içərisində qeyd edirəm ki, arrangement'ı center. Yəni buradakı mənim artıq loginim tam ortada görsənsin. Baxın, burada deyil, tam ortada da görsənsin. İkinci olaraq horizontalı verirəm. Horizontal alignment'ı verək və bunda da yenə qeyd eləyək ki, arrangement center horizontal. Yəni buradakı yazımız tam mərkəzdə görsənsin. Artıq bizim belə deyək, 2 dənə tekstimiz tam olaraq mərkəzdə qeyd olunur. Və bunları qeyd etdikdən sonra indi keçək bunların içərisində, login və pasportun içərisində artıq dizaynlarımızı icra edirik. Bunun üçün də dostlar, eyni qaydadadır. Yəni burada fərqli, sizə çətin gələn və yaxud da sizi incidən belə bir şeylər yoxdur ki, məsələn, bunu öyrənə bilmərəm və yaxud da bunu çalışa bilmərəm. Yəni burada heç bir çətinlik yoxdur. Sadəcə tekstin özünə məxsus, baxın, mən bunun içərisinə daxil oldum. Tekst özü bildirir ki, mən bunun içərisində bax bu cür dizaynları icra eləyə bilərəm. Və bu cür dizaynlardan da əlavə olaraq hər hansı bir iş görmək istəyirəmsə, yenə modifierdən istifadə edəcəm. Yəni mən birincisi burada olan dizaynlardan istifadə edirəm. İstənilən, yəni mənim yazdığım bir belə deyək ki, dizaynı, ekranı, həmin damanı bu cür şəkildə dizayn edə bilərəm. İndi gəlin bunun dizaynlarından içərisində bircə içərisində həmin dizaynları icra edeyim. Məsələn, mən birincisi buradakı login sözündə font size-ını dəyişmək istəyirəm. Yəni onun belə deyək ki, hərflərin həcmini böyütmək istəyirəm. 25 SP yazaq. Və SP yazdıqda dostlar, ilk dəfə SP-dən istifadə edəndə alt enter düyməsindən tıklayın ki, yəni bunu bizə import eləsin. Və bundan sonra içərisində qeyd edirəm, birincisi onun yazının belə deyək ki, həcmini qalınlaşdıraq. Font weight'ini qeyd edirəm və font weight də bildiyiniz kimi font weight
metodunun özünü çağırır və içərisindəki bolddan istifadə edirəm. Yəni artıq buradakı yazı baxın qalın bir şəkildə görsənilir. Və əlavə olaraq da gəlin bunları bircə bax bu cür şəkildə səliqəli olsun. Ayrı-ayrılığında olsun. Sizlər də rahatçılıqla görəsiniz. Burada colorunu qeyd eləyək. Gəlin. Yəni yazımızın rəngi. Olsun bizdə colorun rəngi ulu. Baxın, artıq rəngi də dəyişdi. Və bunları etdikdən sonra mən istəyirəm ki, buradakı yazı tam mərkəzdə görsənsin. Ola bilər ki, məsələn, sətrin əvvəlində və yaxud da sətrin sonunda görsənə bilər. Və buna görə də mən burada text align verirəm. Text align verəndə dostlar, ilk öncə biz text align metodunun özünü çağırmalıyıq. Və burada artıq center çağıranda orada bizə qeyd eləyir ki, yəni buradakı yazını tam mərkəzə sala bilərsin. Artıq mən müəyyən dizaynları icra elədim və bunun içərisində əlavə bir dizayn istəyirəm ki, məsələn, bu dama şəklində görsənsin, yəni ayrıca bir dama formasında olsun, yəni çərçivəli bir formada olsun. Və bunlardan istifadə etmək üçün ilk öncə mən artıq burada modifierdən istifadə edəcəm. Və modifierdən istifadə edərək istədiyim həmin ekran görüntüsünü alacağım. Modifier yazırıq və içərisində də qeyd edirik ki, buradakı biz burada tekstin içərisindən çıxmamalıyıq. Bax dostlar, tekstin içərisindən çıxanda gördüyünüz kimi modifieri oxumaq. Modifier yazırıq və içərisindəki əlavə funksiyalarımızı icra edirik. Nöqtə işarəsi yazıram. Baxın dostlar, mən width verirəm, yəni bu damanın hündürlüyünü, yəni genişliyini. Nə qədər istəyirəm, məsələn, geniş görsənsin. Və onun üçün də, məsələn, width yazıram, qeyd edirəm 300 dipi. Və 300 dipi ilk dəfə yazdığıma görə alt enter düyməsini tıklayıram. Artıq bu damamın mənim uzunluğu 300 dipi qədərində olur. Və ikinci olaraq da qeyd eləyək height'ını. Məsələn, hündürlüyü nə qədərdir? 50 dip edirəm. Yəni artıq hündürlüyü 50 dipi olacaq. Baxın 50 dipi verdikdə artıq pasportla ara məsafəsi yarandı bunda. Və ondan sonra əlavə olaraq gəlin bunun çərçivə şəklinə salaq. Border yazıram. Border. Və border yazdıqda dostlar, border içərisində biz baxın bildirir mənə. Birincisi, yəni verdiyim çərçivənin qalınlığını. Yazdıram width'i. Qeyd edirəm, tutalım ki 4 tipi olsun. Yəni mənim borderimin qalınlığı 4 tipi olsun. İkinci olaraq, baxın dostlar, mənə tələb edir ki, rəngini təyin elə. Rəngini təyin edirəm, color gray eləyək. Üçüncüsü isə dostlar, artıq baxın, bu mənim damam hazır oldu. Yəni mənim verdiyim border, çərçivə hazır oldu. Amma çox bir kobud, yəni belə deyək ki, eybəcər bir formada oldu. Əlavə olaraq da bunun gəl qıraqlarını, bax bu çərçivənin bu istəyirik ki, məsələn, yumru bir formada olsun. Yəni biraz elə bir meyli olsun. Shape yazırıq və içərisində round corner shape-ini icra eləyək. Və burada 25 dipi yazsam, artıq bunun qıraqları, baxın görəcəksiniz ki, gördüyünüz kimi bax səliqəli bir şəkildə görsəndir. Yəni biz login ekran yaradanda və yaxud da ki, pasport ekran belə deyək, müəyyən ekranlar yaradanda adətən bu cür damalardan, bu cür tekstlərdən və yaxud da edit tekstlərdən istifadə edirik. Daha səliqəli görsənsin. Və əlavə olaraq da burada içərisində qeyd eləyirəm. Baxın dostlar. Belə bir şey eləyək. Background-unu verirəm. Yəni bizim bu tekstimizin arxa fonu sarı rəngdə olmasın, fərqli bir rəngdə olsun. Bunu da qeyd edirəm. Color və burada olsun bizə tutalım ki green. Yaşıl rəngdə. Baxın dostlar, mən bunun yaşıl rəngdə eləyəndə şəkil görürsünüz, rəngi burada fərqli çıxır. Yəni bu künclər artıq green verdikdə mənim yenə bu künclərim tinlər yaranır. Və burada da eyni qaydada shape-i yazmalıyam ki, mənim verdiyim, yəni digərindəki kimi tam olaraq üst-üstə düşməlidir. Yenə yazıram. Rounded corner shape. İçərisində qeyd edirəm 25 tipi. Yəni burada nəyi qeyd etmişəmsə, burada da onu qeyd eləməliyəm ki, eyni çərçivə alınsın. Və bundan sonra əlavə olaraq da gəlin dostlar, bax burada bizim login sözümüz gördüyünüz kimi yuxarı hissədə görsənir. Biz istəyirik ki, bu damanın tam mərkəzində olsun. Və bunu da etmək üçün artıq mən içərisində belə bir əlavə olaraq
qeyd eləyək paddingini, yəni vertikal olsun 10 dipi. Gördüğünüz kimi artık bizim login damamız tam olarak hazırdır. Ve bunun içerisinde hem səliqəli görsənir. Bunu istediğiniz ki rənglərini də dəyişə bilərsiniz və yaxud da üçüncülərini də istədiyiniz formaya sala bilərsiniz. İndi mən belə deyək ki test yazıram ki, yəni istədiyiniz burada fərqli 50 də edin. Ürəyiniz necə istəyir o cür qaydada siz bunları dəyişə bilərsiniz. Yəni bu sizin özünüzdən asılıdır ki, ürəyiniz necə istəyir o cür qaydada edin. Və əlavə olaraq dostlar, mən artıq demək olar ki, bu tekstimi hazır elədim. Və bu teksti hazır etdikdən sonra eyni buradakıları artıq kopyalayıb. Burada paste eləsəm dostlar, mən həmin buradakı dizaynı da buna görə etmiş oluram. Bax, mən indi bunun içərisindəkiləri kopyalayıram və bura əlavə edim. Artıq bizim login və password tekstimiz hazır oldu. İkisi də eyni qaydada, eyni dizaynda. Yəni burada biz bir dənə damanı hazır etdik və ona uyğun olaraq öz istədiyimizə nail olduq. Əlavə olaraq burada məsələn mən bir dama və ya belə deyək ki tekstlə digər tekst arasında məsafə saxlamaq istəyirəmsə dostlar, bizə bu cür space-dən istifadə etmək lazım. Space-dən istifadə edəndə spacer yəni ara məsafəsini buraxır və içərisinə modifier yazaq, height-ını qeyd edək. Height da burada olsun bizdə 30 dipi. Və görəcəksiniz ki, baxın bunlar artıq bir-birlərindən tam belə deyək ki yapışmırlar. Artıq aralı kimi durublar. Baxın dostlar, biz dizayn hissəsində modifiyerlərdən istifadə edərək nə etdik? Birincisi onların arxa rəng fonunu dəyişə bildik. Yəni bunlar içərisində artıq kənarlarını yaza bildik və yaxud da ki içərisində istənilən rəng tonunu dəyişə bildik. Yəni modifiyerlərin bizə etdiyi köməklik, dəstək sırf bunlardan ibarətdir. Mən indi əlavə olaraq da məsələn tutalım ki, gəlin belə bir şey edək. Burada əlavə sizin üçün olsun belə bir şey. Image gətirək. Daha maraqlı görsəniz. Image gətirəndə dostlar, baxın bizdə burada istədikləri var ki, yəni bu metodlardan istifadə image'in, baxın image'i bir dənə təzədən silim yazım. Image. Bax image'in 3 cür versiyası var. Bir Painter. Yəni bizim burada içərisində, burada Drawable içərisində, resim içərisində Painter'dən istifadə edərək, yəni bizim burada yəni şəkillər gətirirdik. O digər dərslərdə baxsanız Drawable-a gətirirdik, öz şəkillərimizi istifadə edirdik və həmin şəkillər vasitəsilə məsələn biz oradan həmin məlumatı götürə bilirdik. Və yaxud da ki bitmap vasitəsilə müəyyən şəkillərin həcmini azaldıb və artıra bilərik. Və yaxud da image vektorlar var ki, burada özümüz tərəfindən indi gələcək dərslərdə görəcəksiniz necə image vektorlar yaranır və həmin image vektorlarını istifadə edərək biz artıq məsələn o həmin damalardan burada istifadə edə bilərik. Bunları belə deyək, hamısını bir dərsdə mənim deməyim qeyri-mümkündür. Sadəcə hissə deyirəm ki, məsələn həm dərsi özünüz yaxşı öyrənəsiniz. Yəni hissə götürdükdə, istifadə elədikcə, üzərində işlədikcə sizlər də bunu daha rahat öyrənirsiniz. Biz ilk öncə Painter-dən istifadə eləyək, gəlin dostlar. Və Painter yazıram. Painter yazanda məndən içərisində Painter-in özünün baxın resursunu istəyir. Painter resursu istəyəndə içərisində baxın mənə drawable, yəni drawable gəlin burada belə bir fon qoyaq. Və artıq bizim bunu edəndən sonra dostlar bizdə əlavə olaraq bu son versiyalarda bəzi belə deyək ki o insanlar var ki qüsurlu insanlardır. Qüsurlu insanları nəzərə alırlar. Bu yeni yazılan proqramlarda onları mütləq olaraq nəzərə alınır ki, məsələn biz burada həmin onlara uyğun məsələn kör olan insanlar var ki, gözü görmür. Səsli olaraq onlara həmin mesajları biz çatdırmalıyıq ki, burada hansı işi gör, hansı işləri görməlisən. Ona görə də content description-dan mütləq olaraq istifadə etməliyik. Content description yazıram. Mən burada müvəqqəti olaraq boş string verirəm. Və artıq mənim imagim gördüyünüz kimi bax burada mərkəzdə qeyd olundu. Baxın dostlar, mən indi image üzərində baxın bu cür şəkildə görsənməyi gördüyünüz kimi çox səliqəsizdir. Və burada əlavə olaraq gəlin burada bir dənə spacer yaradaq. Və həmin spacerin içərisində onu gəlin bu cür eləyək. Spacer yaradaq, modifierini verək və modifier qeyd eləyək. İçərisində də height-ını yazaq və burada da 35 tipi yazsaq bizə bəs edir.
Baxın dostlar, mən indi yazdığım, yaratdığım image bax bu cür formadadır. Mən buradakı imicin üzərində əlavə işlər görmək istəyirəmsə dostlar, yenə modifierdən istifadə etməliyəm. Modifierdən istifadə etmək üçün gəlin burada yazaq modifier və modifierimizi qeyd edək. Və burada da içərisində qeyd edirəm ki, ilk öncə məsələn bizim modifier içərisində bu həmin bizim lazım olan imicimizin ölçüsü. Yazıram burada size. Size'ı da qeyd edək içərisində tutalım ki 300 tip olsun. 300. Gördüğünüz kimi artık bizim imicimiz 300 dipi. Yani 3 ölçüsü bu kadardır. Burada biz 300 dipi verəndə gördüğünüz gibi mesela buradan bura artık 300 dipidir ve bunun da buradan bura olan ölçüsü 300 dipidir. Əlavə olaraq bax burada qeyd eləyək onun tutalım ki borderini. Yani bizim burada imicimiz burada qırağı çərçivəli olsun. Borderini qeyd eləyək. İçərisində yenə yazırıq biti. Burada da olsun yenə 4 dipi. İçərisində əlavə qeyd eləyək shape'ini. Olsun burada shape bizdə verək round corner. Round corner və içərisində də olsun gəlin 150 dip edək. 150 mən nəsə sıfırda problem var. 150 dipi yazırım. Baxın dostlar, artıq mənim buradakı corneri əlavə olaraq da yenə bunun içərisində colorunu da qeyd eləyək və içərisində olsun color gray. Gördüyünüz kimi mənim demək olar ki, yəni buradakı ekranı, yəni burada səliqəli şəkildə artıq görsənir. Və bunun içərisindəki, gəlin arxa fondakı rəngini dəyişək, daha səliqəli görsənsin. Burada yazaq background və burada da qeyd eləyək içərisində color. Colorunu qeyd eləyək. Olsun bizə burada olsun ki blue. Mavi rəngdə olsun. Biz burada yenə mavi rəngdə etdikdə gördüyünüz kimi baxın kvadrat şəkildə olur. Və bunu da eyni qaydada shape'ini veririk. Round shape, corner shape edirik. İçərisində yazırıq 150 dipi. Baxın dostlar, gördüyünüz kimi necə də artıq burada səliqəli şəkildə bizim demək olar ki, məsələn biz profil ekran düzəldirik. Profil ekranda nə olur? Həmin istifadəçinin öz şəkili, logini, adı və yaxud da ki pasportu olsun burada adı və familiyası. Gəlin belə eləyək. Adını daxil et. Pasportu daxil et. Baxın, görün artıq səliqəli şəkildə burada görsənir. Əlavə olaraq da biz burada nə edə bilərik? Məsələn, tutalım ki, bir dənə buton gətirəlim burada saxlayaq ki, tam olaraq ekranımız səliqəli şəkildə görsənsin. Və buton əlavə eləyəndə dostlar, biz Android Studio'nun özündə butonu necə əlavə edirik? Gətirək butonun belə deyək ki, birincisi ayrılıqda XML-də və yaxud Android Studio'nun içərisində yazırdıq və onun içərisində on-kliki yaradırdıq və həmin on-klik vasitəsilə butondan istifadə edə bilirik. Və burada da demək olar ki, eyni prinsipdir. Sadəcə bizim yazdığımız dizayn tam olaraq kod içərisindədir. Yəni fərqli olaraq, o digərindən fərqli olaraq odur ki, burada yazdığımız dizaynlar hamısı kod içərisində olacaq. Məsələn, mən burada, gəlin burada qeyd edeyim. Burada bir dənə space yazaq. Ara məsafəsi olsun. Modifierdən istifadə edək. Yenə modifier qeyd edək. İçərisində hündürlüyünü yazaq. Height'ını verək. 35 tipi. Və bunun içərisində də butonumuzu yaradaq. Bax, buton yaradanda mən deyirdim keçən dərsimizdə lambdalarla bağlı bir probleminiz varsa, lambda dəstəyinə yenidən baxın. Və burada biz sırf lambdadan istifadə edəcəyik. Yəni butonun içərisində necə əməliyyatlar aparmaq olar, necə işlər görmək olar. Bax, burada biz hamısını ayrı-ayrılığında görəcəyik. Və burada mən qeyd edirəm, içərisində belə bir şey. On-click və bəzəkli mötərizəni açıram və artıq mənim butonum burada demək olar hazır vəziyyətdədir. Mən burada yazıram ki, baxın text yazıram. Qeyd edirəm ki, içərisində olsun mənim tekstim, olsun save və yaxud da daxil ol. Gördüyünüz kimi artıq butonumuz burada tam olaraq hazırdır. Və buton içərisində də eyni mən modifiyerləri dostlar,
bunun içərisində də yaza bilərəm. Yəni modifier elə bir şeydir ki, bütün composable'lar içərisində istifadə etmək mümkündür. Yəni butonun içərisində mən bunu istifadə edə bilmərəm və yaxud da onun içərisində istifadə edə bilmərəm söhbəti burada yoxdur. Əsas məsələ odur ki, sizin yəni istədiyiniz dizaynı burada da etmək mümkündür. Mən məsələn burada butonun içərisində gələn fərqli kodlar yazacaq, daha maraqlı olsun. Color'umu qeyd edirəm. Bax, Colors'dan istifadə edəndə dostlar, bunun əlavə olaraq burada buton, baxın, buton Colors var. Buton Colors'un özünə daxil olub və bunun içərisində mən, baxın, buton Colors yox, default içərisinə daxil olub, içərisində artıq buton Colors'un özünü çağıra bilərəm. Və özünü çağırdıqda dostlar, mən bunun içərisində onun rəngini, yəni buradakı rənglərini icra edəcəm. Rənglərini icra eləmək üçün burada 2 dənə mənə content color var. Content belə deyək ki, bir içəri rəngi, bir də çöl rəngidir. Yəni color'un bunun içərisinin rəngi və bunun çöldəki rəngi. Baxın, mən burada indi əlavə edirəm. Content color'un özünü qeyd eləyək, belə bir şey olsun. Color blue black elədik. Ya bunu blue edək, daha olsun. Və içərisində o digərini qeyd eləyək. Content virgül işarəsi. Content color'unu da burada qeyd eləyək ki, color burada olsun bizdə white. Mən burada çalışdım ki, buradakı ekranın orta rəngi ilə buradakı orta rəngi yəni bir-birlərinə uyğun gəlsin də daha görkəmli görsənsin. Yəni yazdığımız kodlar daha maraqlı olsun. Və əlavə olaraq artıq burada içərisində yenə mən modifierlərini verirəm, modifieri qeyd edirəm və içərisində əlavə kodlarımızı yazam. Eyni qaydada dostlar, mən buradakı butonun ölçüsünü də dəyişə bilərəm. Yəni width-i verə bilərəm ki, bizdə width olsun. Bizdə burada 300-dür. Gəlin bunu eləyək, tutalım ki 250 dpi. Height'ını verək, yenə digərləri kimi olsun. 50 dpi. Burada əlavə olaraq background'unu verək. Olsun bizdə color blue və içərisində də shape verək. Olsun burada round corner 25 tipi. Baxın dostlar, artıq buradakı demək olar bizim butonumuz da tam olaraq səliqəlidir. Bunu biz 300 edə bilərik. Daha indi son vaxtlar yəni dizaynlar adətən bu cür qaydalar. Yəni standart tekstlər, edit tekstlər və yaxud da butonlar standart ölçülərdə olur. Yəni biz bu cür də verə bilərik və yaxud da ki, burada istəsəniz 150 də edə bilərik. Yəni sizin özünüz necə ürəyiniz istəyir, yəni o cür qaydada yaza bilərsiniz. Buradan əlavə olaraq biz bunun çərçivə rəngini də dəyişə bilərik. Gəlin bunu da edək, daha maraqlı olsun. Border yazırıq və içərisində bitini yazırıq. Birinci olsun burada 5 tipi və içərisində olsun color gray və əlavə olaraq da shape'ini yazaq. Shape round corner, bu da olsun 25 tipi. Baxın dostlar, mən yəni butonun içərisində biraz 5 çox oldu. 3 edək buna. Bu cür formada olmağı daha yaxşı. Artıq mən burada dizaynlarımı işlədim və indi bunu run eləyəcəm. Run edəndə görəcəksiniz ki, dostlar, artıq bizim burada yazdığımız bütün ekran görüntüsü eyni qaydada bizim telefonumuzda da görsənəcək. Əlavə nəsə bir məlumatlar olacaqsa, yenə də sizin kommentlərdə yazarsınız. Nələrsə, əgər hər hansı bir sualınız əmələ gələrsə, məsələn, tutalım ki, biz burada belə deyək ki, tekstlər içərisində, baxın dostlar, əlavə çox bir məlumatlarımız var ki, max line nədir, minimum line nədir, search wrap nədir, overflow nədir. Yəni biz bunların onsuz da çalışdığım qədər, məsələn, mən burada text align haqqında məlumat verdim, font weight haqqında məlumat verdim, font style haqqında məlumat verdim.
Yəni font size haqqında verdim, colordur, modifierdir. Yəni demək olar ki, buradakı məlumatların hardasa 60-70% haqqında məlumatlar verdim. Yəni bizim dizaynlar quranda yəni sadəcə biz bunlardan istifadə edirik. Yəni qeyri-adi özümüzə nəsə tərtib etmir və yaxud özümüzə nəsə yaratmır. Onsuz da bütün applicationlarda demək olar ki, ekran görüntüləri bu cürdür. Məsələn, sizin burada ola bilsin fərqli ekran, məsələn, tutan ki, görüntüsü olsun, burada yazılarınız kvadrat formada olsun və yaxud da yumru şəkildə olsun. Yəni bunu istədiyiniz dizaynı icra edə bilərsiniz. Əsas məqsəd, yəni dizaynı necə etmək lazımdır, dizaynlarla necə işləmək lazımdır. Əsas bizim vacib olan, yəni mütəmadi olaraq applicationların içərisində istifadə olunan kodların, dizaynların hamısını ayrı-ayrılığında başa saldım. Bugünkü dərsimiz bu qədər. Dərsi bəyəndisə like etməyi unutmayın. Dərslərimizi diqqətlə izləyin. Özünüz də dərsi bağlayıb, özünüz ayrılıqda çalışın. Həmin bax bu ekranı, məsələn, bir dəfə baxın mənlə bu dərsi etdinizsə, yeni bir səhifə açın. Orada artıq buradakı kodlara baxmadan, yəni buradakı kodları istifadə eləmədən nə bacarırsınız onu yığın. Ya sonuçta artıq məsələn görürsünüz ki, məsələn burada nəysə çatmır, nəysə eləmək lazımdır. Onda baxın ki, burada nəyim əsikdir, nə düzgün deyil. Bunların yəni özünüz bu cür şəkildə etməsəniz, yəni etməyə öyrənmək belə çətin olur. Yəni ayrı-ayrılığında artıq üzərində işlər görərək, yəni birinci tekstləri ayrılıqda işləyin, yəni dizaynın bu hissəsini ayrılıqda işləyin. Sonra ikinci teksti özünüz ayrılıqda işləyin, əliniz öyrəşsin. Yəni artıq mütəmadi olaraq işlədikcə özünüz də belə deyə rahat şəkildə kodları yaza biləcəksiniz. Bugünkü dərsimiz bu qədər. Gələn dərs görüşənədək. Sağ olun.